Şəhidimiz Zaməddinov Fərid İmranoğlu. Fərid 2016-cı ildə aprel döyüşlərində iştirak edib. O, 2020-ci ildə Vətən müharibəsi zamanı Murovdağ və Talış istiqamətində gedən döyüşlərdə şücaətlə vuruşub. Fərid həmin ilin 10 noyabr tarixində Talış kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra Vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif olunub. Şəhidimizin 3 övladı Nəzrin, Nərmin və Akşin Vətənə əmanətdilər. Onlar Yaşad Fondu tərəfindən həyata keçirilən layihələrdə fəal iştirak edirlər. Yoldaşımdan sonra onun 3 dənə əmanəti qalıb, 2 qız, 1 oğlan. Yoldaşım da arzusuydu uşaqlar oxusun, gözəl yerlərə təhsil alsın. Amma o görə bilmədi bunları. Mən əlimdən gələn eləyəcəyəm ki, onun adına layiq evladlar böyüdüm. Dövlətə, cəmiyyətə tərbiyəli, mərifətli evlad olsunlar. Yaşad Fondu müxtəlif layihələrə dəvət edir 3 evladımın üçün də. Mən də ürək açıqlığından evladlarımı onlara etibar edib göndərirəm. Orada yeni biliklər öyrənirlər. Ümid edirəm belə davam eləyər. Keçən il 9-un imtahandan yaxşı nəticə toplayanları Londona aparmışdılar. Mənim də biraz balım az olduğu üçün gedə bilməmişdim. Amma mən bundan sonra söz verirəm ki, çox yaxşı çalışacağam. İstəyirəm ki, gələcəkdə mən də Londona gedim, Londonda təhsil alım. Belə layihələr olanda əldən qaçırmamaq üçün çox çalışacağam.